Bu dəfəki izahımız yalnız mənsubi şəklisi artırarkən ikinci saytı düşən sözlərimizdir. Milli sözlərimiz. Aha, milli sözlərdən də yadında saxlaya bilərsən. Bir də burada açar sözümüz çini sözüdür. Niyə çini sözü? Bir neçə sözümüz var. Həmin sözlərin bəziləri çiynimizin ətrafında fırlanırıq. Məsələn, çiyin. Sonra könül. Oo, sənin bibin qızı könül. Burada nə gəzir? Könül, ürək, qəlb mənasında təbii. Dərs izləyir. Salam olsun könülə. Könül. Sonra qoyun, qucaq mənasında. Boyun, Boynumuz. ağız, burun, alın, ay, sağ ol. Ağıl Alın. və ikisi bir yerdə gedir. Eyni, aha, eyni yerdədir, eynidir. Sonra oğul, qarın, əyin, qayın və ovuc sözləridir. Bu sözlərdən cümlə şəklində də düzəldib yadda saxlamaq olar. Amma elə ən asan forması məncə belədir və mən hazırda uşaqlara da bu cür izah edirəm ki, nə edirik? Çiyinin ətrafında fırlanırıq. Çiyin, könül, qoyun, boyun, ağız, burun, alın, ağıl, beyin və s. Oğul, qarın, əyin, qayın, ovuc. Bu kimi izahımız belə.